Polisə daş atan o utanmalıdır. Öz ailəsi qabağında, uşaqları qabağında. Bizim polis gecə gündüz asayişi qoruyur. Soyuqda, istidə, dağda, Qarabağda. Bizim daxili qoşunlarımız şəhid verib müharibə zamanı. İndi kimsə gəlsin polisə ləkə vursun, mən buna imkan verməyəcəm. İndi bəziləri ağızlarını büzüblər. O təhribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb edilmişdir. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik. Yəni, Azərbaycanda xaos, özbaşınalıq, təhribat xarakterli addımlar 1993-cü ildə başa çatdı. Əgər kimsə unudubsa, biz hatırlada bilərik.